Salam dəyərli izləyicilər, bugün sizinlə testlərdə ən çox qarşımıza çıxan təbii zonlardan biri geodarpaqlı meşə və kolluqlar haqqında danışacağıq. Bilirik ki, geodarpaqlı meşə və kolluqlar təbii zonası subtropik Aralıq dənizi iqlim tipində yaranır əsasən, lakin Avstraliya materikində subtropik bərabər rütubətçisində də biz geodarpaqlı meşə və kolluqları görə bilərik. Torpağı qəhvəyi torpaqlardır. İndi isə xəritə ilə daha ətraflı şəkildə öyrənək. Biz bilirik ki, Avropanın cənub hissəsində geodarpaqlı meşə və kolluqlar daha böyük ərazini əhatə edir. Pireneya yarımadasının böyük hissəsi, Fransanın sahilyanı bölgələri, Monakonun sahilyanı bölgələri, Apennin yarımadası, Aralıq dənizi sahilində olan bütün adalarda deyə bilərik. Balkan yarımadası sahillərində, Kiçik Asiya yarımadasının bütün sahilyanı ərazilərində, Gürcüstanın Qaradəniz sahilyanı ərazilərində biz geodarpaqlı meşə və kolluqları görə bilərik. Torpağı dedik ki, qəhvəyi torpaqlardır. Gələk digər materiklərə baxaq. Buradan Şimali Amerikaya baxsaq, Şimali Amerikada Los Angeles və San Francisco şəhərləri olan hissədə subtropik Aralıq dənizi tipində geodarpaqlı meşə və kolluqları görə bilərik. Cənubi Amerikada Çilinin paytaxtı Santiago şəhəri olan hissədə yenə də biz geodarpaqlı meşə və kolluqları görə bilərik. Gəlsək bu yana Afrikaya, Afrikada biz həm şimal hissəsində, həm də cənub hissəsində geodarpaqlı meşə və kolluqları görə bilərik ki, cənub hissəsində, Afrikanın cənub-qərb hissəsində geodarpaqlı meşə və kolluqlar mövcuddur. Şimal hissəsində mövcuddur, lakin tam zolaq əmələ gətirmir deyirik və yayıldığı hissələr çox vaxt tezdə düşür. Mərakeşin şimal hissəsi, yəni Atlas dağlarının şimal hissələrini deyirik. Mərakeşin şimal hissəsi, Əlcəzairin şimal hissələrində və Tunisdə, həmçinin Liviyanın kiçik bir ərazisində biz geodarpaqlı meşə və kolluqlar olduğunu görə bilərik. Və ən sonunda Avstraliya materikinə baxsaq, Avstraliya materikində həmin təbii zona həm subtropik Aralıq dənizində, həm də subtropik bərabər rütubətçisində formalaşır. Buradan fikir verə bilərsiniz ki, bura subtropik Aralıq dənizidir və Perth şəhəri olan hissə subtropik Aralıq dənizindədir. Cənub-şərq hissəsi isə bu hissədə subtropik bərabər rütubətçisi tipi olmasına baxmayaraq geodarpaqlı meşə və kolluqlar yayılmışdır.